Tarix boyu ən çox müharibəyə hansı dövlət qatılıb bilirsən? Fransa. Bəli, Fransa tarixdə 111 müharibədə iştirak edib. Bu döyüşlər arasında orta əsrlərdəki xaç yürüşləri də var. Napoleonun Avropanı fəth etmə cəhdləri də 2 dünya müharibəsidir. İşin ən maraqlı tərəfi odur ki, Fransa bu müharibələrin təxminən 50%-ni qazanıb, 25%-də uduzub, digərləri isə nəticəsiz qalıb. Bir dövləti təsəvvür et ki, demək olar hər 10 ildə bir müharibədə iştirak edib. Bəs niyə bu qədər çox müharibə? Fransa həm siyasi güc uğrunda, həm dini məqsədlərlə, həm də imperiya genişlənməsi üçün müharibələr aparıb. Və bu, onu dünya tarixində ən çox müharibəyə qatılan dövlət edib. Səncə, bu qədər savaş bir milləti gücləndirər, yoxsa zəiflədir? Kanala abunə olmağı və videoları bəyənməyi unutma.